Esselamu Aleyküm ve Rahmetullah. Deməli, Balakən şəhərində, Müslüm Maqaməyev küçəsində normalni 3 sot həyətyanı sahəsi olan ev satılır. Tez bazar göstər qardaş. Sən marşruta keçir. İdealni reklamı da olsun bu arada. Aspetrola yaxın, Arifoğlu markete yaxın, xəstəxanaya yaxın idealni. 50 binası göstər qardaş, bax. Düz 50'lər binasının düz arxasında. Normalni. Tez bazar getdik qardaş, getdik. Deməli, qutu kimi, əlinin içi boyda torpaqla bir yerdə, qəşəngcə 3 sot torpaqla, qəşəng gir yaşa, uzan yaşa evimiz var Allah'ın izniyle. Deməli, evin ən əsası göründüyü kimi deyil, özündə böyle kombisi var, hamam kimidir Allah'ın izniyle və ən əsası həyətdə belə yazda oturmaq üçün və ya qışda oturmaq üçün istədiyin kimi. Qəşəng belə xudmani bir dənə navesidir. Navesinin bu yan başında qeyri-adi formada tikilmiş, basenin içində ilə su doldurulmuyor, su doldurarsa Allah'ın sonra Allah'ın izniyle. O başda otağıdır. Ev 2 qatlı qardaş deyil. Hə, 2 qat kubikdən istifadə olunub, kəsmə daşdan zatlar. Baxın şüşə. Urvin səhv çıxır qoyanda. Həyətdə sanitar qovşağı. Sanitar qovşağı da qardaş. Hə, sanitar qovşağı. Mən indi bunu demək istəyirəm qardaşlar. Evdə müəyyən əşyalar qalacaq. Gəlib demə ki, o bu qalacaqmı? Müəyyən əşyalar qalacaq. Normal qiymətlər razılıq olsa, bəlkə hamısı da qala bilər. Gəl qardaş, bismillah. Bura bax. Əsl mən istədiyim kimi. Niyə? Aldım 300 manata kirayə verdim. 350 manat da kirayə verə bilərsən. Bax. Girişdə belə xudmani bir dənə dəhliz. Xudmani. Havasına var, tavana var qardaş, aşıq yataqda, qaçıb aşıq eləməyin. Solda bir dənə belə qəşəng mətbəx, sevirəm də belə yerləri. Xudmani, bax qardaş. İdealni, normalni, Rus qızılı rəngində, deyəsən elə bir şey mətbəxdir, mənim başım çıxmır. Gəl. Plus da, sağda, bax belə bir dənə otaq var qardaş, gəl görün nə eski. Bax qardaş göz, bax. Konserə qalacaq inşallah ki. Konserə qalacaq, bəzi əşyalar qalacaq. Bax, ekranına bax qardaş, ekranına bax. Bax qardaş. Ev kombi sistemidir. Getdi belə qutarmadı söhbət. Gəl. Sanitar qovşağı qardaş. Ay maşallah, gəl. Burada da bir dənə böyük otaq. Bax qardaş, fırra göstər. Dediyimiz kimi, burada aşağı gittim. Yıkılmış değil mi rahat? Bak, fırla her tarafı göster. Ev yeni dikilmiş evdi. Qəşəngcə şəxs tikilən evdi. Heç kim üçün tikilməyib, özü üçün tikilən evdi. Deməli, Allah'ın izinlə buranın qiyməti 3 sot torpaqdan bir yerdə mərkəzdə olduğuna görə 67 bin deyil, 66 bin deyil. Cəmi 65 bin manat təklif olunur. Təbii ki, qiymətli reallıq olsa, qiymətli aşağı yukarı olacaq. Allah mağazanın işinize bereket versin. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Getdik qardaş.